İndi isə videoya baxaq. Раздрав наркотики, мужики, кальян, Денис. У меня терияки практически тоже. Майя, куда? Да? Пупсик. Она Что за блюдо вы готовите? не передает аромат. Камера. Аромат фантастический. Она быстро даже разогревается? Это печень трески и яйцо. Черт. Раздрав наркотики, мужики, кальян, Денис. Eşitdinizmi? İlham Əliyevin gəlini Alyona Əliyeva burada nə deyir? O deyir ki, narkotik istəyir, kişiləri istəyir, qəlyan və Denisi istəyir. Bəli, Alyona Əliyeva kişilərdən çox narkotika meyilli idi. Videoda adı çəkilən Denis isə onunla münasibətdə olan və Alyonanı narkotik ilə təmin edən şəxsdir. Onların birlikdə fotoları da məndə var. Alyona Əliyevanın Denis ilə çəkilmiş, gözləri qızarmış, maddələrin təsiri altında olduğu görüntüləri mövcuddur. Görürsünüzmü? Ailə dəyərlərindən dəm vuran İlham Əliyevin öz ailə üzvləri hansı vəziyyətdədir? Bir ata niyə xəstə övladını bu vəziyyətə salır? Görürsünüzmü? İlham Əliyev bizə kimi soxuşdurmaq istəyir? Bəli, ay İlham Əliyev, sən mənim videolarımı atama göstərdin. Mən də Bala Heydərin arvadının videolarını onun atasına, yəni sənə göstərirəm. Amma mənim atamdan fərqli olaraq Bala Heydərin atasının utanacaq çox şeyi var. Narkotika meyilli